Heç bir kursa getmədən, heç kimin yanında öyrənmədən sırf öz həvəsimdən tort bişirməyə başlamışam və sizə göstərmək istəyirəm. Deməli 5 yumurtanı 1 stəkan pesoqla tam bu şəkildə ağarana qədər çırpırıq. Daha sonra 1 stəkan un, 2 qabartma, 1 vanili ələyə əlavə edib tam əliyirik. Ondan sonra mikseri buraxırıq. Sadəcə spatula yardımı ilə qarışdırırıq. Bir istiqamətdə altdan yuxarı formada qarışdırırsınız. Sonra diametri 20 diametr olan qabın içərisinə əlavə edirəm və 170 dərəcəli sobada 1 saat rejimdə bişirirəm. Az xodda dediyim kimi alt üç rejimdə. Və bişəndən sonra 2 ədəd elə biskvit hazırlayıb ortadan böldüm. Hər 2 ədədi 4 dənə biskvit alındı demək olar ki, yəni bölünəndən sonra və aralarını da zövqə görə hazırlayıram. Kimin zövqü nədirsə o formada hazırlayıram. Və daha sonra isə artıq mən qaymaq istifadə edirəm qızlar. Kremini qaymaqdan hazırlayıram. Heç bir krem şanti falan istifadə etmirəm qətiyyən. Bu ölçüdə tortlarımızın qiyməti 20 manatdır. İstəyə uyğun olaraq bəzəyirəm. Bu sadəcə özümüz üçün evə yemək üçün hazırlamışdım. Və qızlar, əgər tort yığımını, ondan sonra biskvitin sırf dərindən hazırlanmağını bilmək istəyirsinizsə səhifəmə abunə olun və bəli, filan şeyi öyrənmək istəyirəm deyin, paylaşacağım onu da mütləq sizə. Sizləri çox sevirəm və rəylərinizi